Bakıda ana yeni doğulmuş körpəsini öldürüb. APA TV xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, noyabrın 11-i Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq ölümünə səbəb olub. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Pərvanə Eyvazova saxlanılıb, meyidin tapılması istiqamətində isə tədbirlər görülür, araşdırma aparılır, əlavə məlumatlar veriləcək. Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Binə qəsəbəsində qeydə alınıb. 36 yaşlı Şahnaz Zeynal qızı Zeynalova yolun qarşı tərəfinə keçərkən onu avtomobil vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Qeyd edək ki, qəzada həlak olan qadın 4 az yaşlı uşaq anası olub. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib ki, fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir. Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verilib. Ağdam rayon icra hakimiyyətindən bildirilib ki, rayon icra hakimiyyətinə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb. Ağdam, Füzuli və Xocavənddə Bərpa Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də müraciətimizə cavab kimi qeyd edib ki, bu barədə heç bir məlumatları yoxdur. Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqqında məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq, region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək. Bakıda qeydiyyat nişanı olmadan idarə edilən avtomobilin görüntüləri yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Səbail rayonunda lentə alınan görüntülər araşdırılıb. Araşdırmalarla Çanqa markalı 77 EX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı Xəllov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.